Baş nazir Keir Starmer buna dair mesaj verdi və o deyir ki, hesab edir ki, Fələstin Həmas hərəkatı Birləşmiş Ştatların planını qəbul eləməlidir, silahları yerə qoymalıdır və qalan girovları da azad eləməlidir. Təbii ki, Böyük Britaniya Fələstini dövlət kimi tanıdı, ancaq indi tələb eləyir ki, Birləşmiş Ştatlar Prezidenti Donald Trumpın planı qəbul olunsun və bu müstəvidə Həmas hərəkətə keçsin, yəni silahlar yerə qoyulsun. Biz elə buna dair geniş şəkildə danışacağıq. Donald Trumpın planından sonra Qəzzada silah sahələri müvəqqəti yox, hətta daimi susa bilərmi, ən azından uzun bir mərhələ üçün? Bu barədə suallarınızı cavablandırması üçün siyasi şərhçi Rəşad Bayramovu masamızın ətrafına dəvət edirəm. Rəşad bəy, hər vaxtınız xeyir olsun, xoş gördük sizi studiyamızda. Hər vaxtınız xeyir, xoş gördük. Rəşad bəy, Donald Trump plan hazırladı və bu plan üzərində danışıldı. Hətta İsrail tərəfi müəyyən dəyişikliklərə də getdi. İndi Böyük Britaniyanın baş naziri də deyir ki, artıq Həmas silahı yerə qoysun, bu şərtlərlə razılaşsın. Və nəzərə almalıyıq ki, Böyük Britaniya Birləşmiş Ştatlar Prezidenti Donald Trumpın səfərinə rəğmən Fələstini dövlət kimi tanıdı. Düzdür, burada da biraz fərqli məqamlar var, amma istərdim ki, bunun üzərindən danışaq ki, sizcə Həmasın cavabı tam olaraq necə olacaq? Prinsip etibarilə vəziyyət elə tez-tez dəyişir ki, bu dəqiqə proqnoz vermək Həmasın addımları ilə bağlı faktiki olaraq qüsurlu bir fəaliyyətə çevrilib. Çünki Həmasın bu və ya digər şəkildə nədəsə razılaşmasından sonra İsrailin buna uyğun olmayan addımlar atması və yaxud da İsrailin bu və ya digər şərtlərindən sonra sülhə hazır olmasından sonra Həmasın buna uyğun adekvat mövqe ortaya qoymaması nəticə etibarilə bu müharibəni artıq uzun müddətdir ki, davam edilməsinə yatırıb çıxarıb. Konkret olaraq Həmasın plana nə deyəcəyi ilə bağlı münasibət bildirməzdən öncə bir xatırlatma etmək istəyirəm. Bu ilin fevral ayında, yəni İsrail ilə Həmas arasında 3 mərhələli atəşkəs sazişi dövründə bilirik ki, ikinci mərhələnin icrasında müəyyən problemlər ortaya çıxmışdı və onda Həmas liderləri bir bəyanatla çıxış elədilər. Bu da həmin vaxt dünya mediasında belə böyük əks-səda doğurdu və onlar bildirdilər ki, 3 mərhələli planın sonunda Həmas Qəzzanın idarəçiliyindən tamamilə çəkilə bilər. Yəni bununla bağlı Həmasın konkret mövqeyi var idi və çəkilə biləcəyinin də anonsunu vermişdi. Amma ondan sonraki proseslərdə İsrailin əhalini köçürmə planı, bombardmanın davam etdirilməsi və digər məsələlər Həması faktiki olaraq bu planı dayandırmağa məcbur etdi. İndi də Trumpın ortaya qoyduğu 20 maddəli sülh planında Həması razı salmaya biləcək əsas məqam Həmasın silahlara təhvil verib Qəzzanın idarəçiliyindən çəkilməsi ilə bağlı olan məqam ola bilər. Çünki onsuz da Həmas deyirdi ki, əgər İsrail işğal altında saxladığı ərazilərdən, yəni Qəzzadan geri çəkiləcəksə, o zaman hər hansı bir problem də qalmayacaq. Yəni girovların verilməsində də bir problem olmayacaq. Təbii ki, o zaman söhbət girovların verilməsindən danışılanda bütün girovların sağ olduğu ehtimal edilirdi. Amma sonradan Qətərin, Səudiyyə Ərəbistan və digərlərin vasitəçiliyi ilə aparılan danışıqlarda məlum oldu ki, həmin girovların bir qismi artıq dünyasını dəyişib. Ona görə də bu dəfə həyatda olan və yaxud da olmayan bütün girovların geri qaytarılması şərti ortaya qoyulub. Yəni, prinsip etibarilə Həmas tərəfindən, belə deyək, qəbul oluna biləcək əslində şərtlərdə hər nə qədər İsraili daha çox qane eləyən bir sülh planı olsa da. Amma məsələ burasındadır ki, bundan sonraki mərhələ hansı şəkildə həyata keçiriləcək? Yəni, bu gün səhər saatlarında Həmas hələ yazılı planı əldə etmədiyini və sadəcə bunun Qətər vasitəsi ilə və Səudiyyə vasitəsi ilə Trumpın təkliflərinin onlara çatdırıldığını bəyan ediblər. Yəni, hələ getməlidir o sənədlər, incələnmə olmalıdır. Həm incələnmə olmalıdır, həm təsəvvür eləyin. Yəni, bunların vahid bir yeri yoxdur ki, oturub nəyisə müzakirə eləsinlər. Gedirlər Qətərə, ora bombalanır, gedirlər başqa yerə, orada hücumla rastlaşırlar. Qəzzada bunların özünün oturub nəyisə müzakirə etmək kimi bir imkanları yoxdur və bütün bunlar bir yana qalsın. Bunun 3 gün ərzində baş verməsi faktiki olaraq mümkünsüzdür. Yəni, ən böyük problem bu dəqiqə əslində o qoyulan vaxtla bağlı olmalıdır, 72 saatla bağlı olmalıdır. Çünki belə deyək də, Həmas sadəcə bir hərəkat, sadəcə bir təşkilat deyil ki, Həmas siyasi institutları olan, Həmas döyüş qüvvələri olan, Həmas
artıq 19 ildir ki, Qəzzada idarəçilik həyata keçirilən bir təşkilatdır və bir siyasi institutdur. Təbii ki, bunlar müvafiq müzakirələr aparmalıdırlar. O baxımdan, təbii ki, bu müzakirələrdə Həmasın bundan sonraki taleyi, yaxşı silahı yerə qoydum, təchizat oldum. Ondan sonra Fələstində keçiriləcək seçkilərdə biz onların bir partiya olaraq seçkidə iştirak hüquqları tanınacaqmı? Onlar bu və ya digər şəkildə siyasi olaraq meydanda ola biləcəklərmi? Yəni, bütün bunlar təbii ki, danışıqlar, müzakirələri tələb edir. O baxımdan verilən 3 gün kifayət qədər azdır, düşünürəm. Rəşad bəy, siz elə bəzi suallar qoydunuz və Birləşmiş Ştatlar Prezidenti Donald Trumpın açıqlaması var. İstəyərdim ki, tamaşaçılara da həmin o açıqlamanı təqdim edək. Əslində, Həmas necə idi, indi Donald Trumpın gözündə necə görünür? Bu nüansdan danışaq, sonra sizinlə müzakirəmizi davam etdirəcəyik. Bu, bizim qarşılaşdığımızdan fərqli bir Həmasdır. Çünki 20 mindən çox üzvü öldürülüb. Onların rəhbərliyi 3 dəfə zərərsizləşdirildi. Buna görə də siz həqiqətən son 4-5 il ərzində qarşılaşdığımızdan daha fərqli insanlarla üz-üzəsiz. Razılaşmanı rədd etsəz, Birləşmiş Ştatlar İsrailin Qəzzaya müdaxiləsini dəstəkləyəcək. Bəli, sətir-altı əslində Birləşmiş Ştatların Qəzzaya, yəni İsrailin Qəzzaya hücumlarını dəstəklədiyini heç kim istisna eləmir, amma açıq-aşkar dəstəkləyəcəyini bəyan edir. Donald Trumpın ənənəvi təhdid siyasətinin əslində bir hissəsidir bu, amma sizin fikrinizcə Birləşmiş Ştatlar liderinin belə bir mesaj göndərdiyi zamanda o 3 günlük müddət ərzində Həmas tələsəcəkmi cavab verməyə Qəzzadakı əməliyyatlar dəstəklənməsin deyə? Düşünürəm ki, Həmas ilkin növbədə vasitəçilərin köməyi ilə əlavə vaxt qazanmaq istəyəcək, bir neçə gün daha artırılmasını istəyəcək. Amma buna baxmayaraq 3 gün müddətində girovda saxlanılan insanların bir qisminin azad olunması istiqamətində addımların atılması mümkündür. Yəni, Həmas kifayət qədər yaxşı başa düşür ki, əslində Trumpın ortaya qoyduğu sülh planı və eləcə də Netanyahu ilə Trumpın görüşündən sonra səslənən bəyanatlar faktiki olaraq İsrailin bundan sonra Qəzzanı alt-üst etməsinə şərait yarada biləcək addımların atılmasına yatırıb çıxara bilər. Və o cümlədən də bu dəfə artıq Amerika Birləşmiş Ştatlarında açıq şəkildə dəstəyi fonunda həyata keçiriləcək bütün bu baş verənlər. Ona görə də Həmas o məsuliyyəti üzərindən atmaq üçün və bitərəfli şəkildə sülh planını pozmasın deyənə düşünürəm ki, 3 gün ərzində girovların müəyyən qisminin qaytarılması istiqamətində müəyyən addımlar atacaq. O ki, qaldı Həmasın əvvəlki Həmas olmamasına doğrudan da, yəni keçən dövr ərzində çoxlu sayda Həmas üzvlərinin öldürüldüyü, o cümlədən də liderlərinin öldürüldüyünə şahidlik etmişik və nəticə etibarilə elə son olaraq Qətərdə bombalanma zamanı yenə də Həmas liderlərinin hədəfə alınması onu deməyə əsas verir ki, Həmas bugün müvafiq addımlar atmasa, bu dəfə artıq tək İsrail yox, Amerika Birləşmiş Ştatlarında açıq dəstəyi ilə, onsuz da qeyd etdiyiniz kimi dəstək var idi, amma açıq dəstəyi ilə problemi həll etməyə çalışacaqlar. Məsələ burasındadır ki, Trump bir çox hallarda sülhü məcbur etməklə nail olmaq istəyir. Yəni, tərəflərdən birinə maksimum təzyiq göstərməklə, hədələməklə və s. ilə nail olmaq istəyir. Biz bunu Rusiya-Ukrayna müharibəsində timsalında gördük. Əvvəl Ukraynanı təhdid eləyirdi, indi də Rusiyanı təhdid etməyə başlayıb. Hansı addımlar ata bilər? Bu, təbii ki, zamanla ortaya çıxacaq, görünəcək. Amma yenə deyirəm, bugünkü görüntü ondan ibarətdir ki, Həmasın faktiki olaraq planı qəbul etməkdən başqa çarəsi qalmayıb. Çünki, baxın, düzdür. Ancaq Rəşad bəy, burada bir sual ünvanlamaq istəyirəm. Biz bilirik ki, Həmas və digər qruplaşmalar, Hizbullah kimi qruplaşmalar nəzərdə tuturam. Bunlar İranın proksi qüvvələridir və bugün Birləşmiş Ştatlarla İran arasındakı münasibətlər də bəllidir. İran özünün də təhlükə altına qalacağından ehtiyatlanır. Çünki Rusiya mediası da yazır, müxtəlif ekspertlər də, Rus ekspertlər də vurğulayırlar ki, hədəf yenidən İran ola bilər. Sizcə, belə açıqlamaların verilməsi İran üçün çəkindirici mövqe olacaq, yoxsa əksinə çalışacaq ki, Qəzzada və digər ərazilərdə bir növ İsrailin başı qarşısın ki, sıra ona gəlməsin? Təbii ki, onsuz da Həmasın İsrail ərazisinə keçməsi və müharibənin başlaması İranın müharibəni öz sərhədlərindən uzaqda tutmasına hesablanmış addım idi əslində. İran vaxt qazanmaq istəyirdi və həqiqətən də müəyyən bir dövrdə o vaxtı qazandı. Yəni, o vaxtı əldə eləyib müdafiə
qura bilməsəydi, daha ağır, İsrailin hücumları zamanı daha ağır nəticələrə gətirib səbəb ola bilərdi. İndiki halda nə baş verir? İndiki halda faktiki olaraq bir tərəfdən Həmasın bundan sonra da fəaliyyətini davam etdirməsi ilə bağlı çağırışlar birbaşa İranı hədəfə qoya bilər. Çünki açıq şəkildə İsrail artıq bəyan eləyə bilər ki, Həmas öz başına deyil və müharibənin dayandırılmasını İran istəyir deyənə əslində əsas hədəf, ana hədəf İran olmalıdır deyib beynəlxalq koalisiyanı da o istiqamətə yönəldə bilər. İkinci bir tərəfdən isə Həmasın bu günləri dayandırılması, yəni doğrudan da artıq ehtiyac olmadığının bəyan etməsi, yenə də artıq proksi qüvvələrin sıradan çıxarılması və ana hədəfə yönləndirə bilər. Yəni hər iki halda növbəti hücumun İrana olacağı ilə bağlı hər hansı bir prinsip etibarilə şübhə yoxdur. Sadəcə yəni nəticə etibarilə yenə də hədəf İran olacaq. Hədəf İran olacaq. Sadəcə zaman məsələsi var. Bunu nə vaxt həyata keçirəcəklər? İndi əgər Qəzzada atəşkəs əldə olunacaqsa, belə deyək, sülh planına uyğun olaraq hansısa addımlar atılacaqsa, İrana hücum nisbətən ertələnə bilər. Nisbətən ertələnə bilər. Düşünürəm ki, sabitlik dövrü üçün biraz da həm sabitlik dövrü üçün, həm Amerika Birləşmiş Ştatları nümayəndələrinin bəyanatları üçün. Çünki dünənki görüşdən sonra verilən bütün bəyanatlar ondan ibarətdir ki, söhbət təkcə Həmasla İsrail arasında, Fələstinlə İsrail arasında sülhün əldə olunmasından getmir. Bu sülhün bütün yaxın şərqə, o cümlədən də İsrail-İran münasibətlərinə təsirindən gedir. Yəni, başqa sözlə desək, orada da artıq İrana bir mesaj ötürülür ki, sən Həması dayandır və biz də hələ ki bir müddət İrana hücumdan vaz keçək, belə demək mümkünsə. Onsuz da İranda ayın 28-dən sonra, yəni o üçlüyün danışıqlar prosesinin fiyaskoya uğradığını bəyan etməsindən sonraki sanksiyalar təsdiqləndi. İranda doğrudan da belə çox acınacaqlı bir vəziyyət yaranıb. Milli İranın da yəni deyirsiniz ki, artıq mübarizə göstərməyə hansısa bir gücü qalmır iqtisadi baxımdan. Və maksimum şəkildə bu sanksiyalar nəticəsində daxildə bir narazılığı formalaşdırıb. Yəni, baxın da bir ölkəyə hücum eləyəndə orada narazı elektorat da hakimiyyətin ətrafında birləşmək məcburiyyətində qalır. Bu və ya digər şəkildə. Ən çox İranın istifadə etdiyi üsullardan biridir. Ona görə də bu dəfə düşünürəm ki, sanksiyalar vasitəsilə İran iqtisadiyyatının tamamilə çöhdürülməsi və narazılıqlar fonunda hakimiyyətin üzərinə insanların qalxması fonunda hansısa addımların atılması planlaşdırılır. O baxımdan zənnimcə bu istiqamətdə, yəni Həmasın dayandırılması bu dəqiqə əslində İranın özünə də zaman qazanmaq baxımından müəyyən qədər xeyir eləyir deyənə düşünürəm ki, onlar da təzyiq göstərməyəcəklər Həmasa. Yəni sülh planını qəbul etməməklə bağlı. Qəbul etməməklə bağlı təzyiq göstərməyəcəklərini deyirsiniz, ancaq bir də qəbul etməklə bağlı nə düşünürsünüz? Yəni, ola bilərmi ki, İran desin ki, artıq çıxış yolu yoxdur, çünki onun təminatı da İrandan gəlir böyük faizlə. Əgər Həmasa bugün digərlərinə dəstək olmayacaqsa, onlar nə ilə fəaliyyətlərini davam etdirəcəklər? Yəni, qəbul etməklə bağlı sizcə İranın bir rəyi və yaxud da müsbət münasibəti olacaqmı Həmasa? Baxın, beynəlxalq oyunçuların bir çoxu artıq mövqe ortaya qoyublar. Yəni biz Böyük Britaniyanın da, Fransanın da, İtaliyanın da faktiki olaraq çağırışlarını eşitdik. Yəni Həmasın mütləq şəkildə silahı yerə qoyması ilə bağlı çağırışları eşitdik. Və baxın, bu həmin ölkələrdir ki, onlar bundan 2 gün qabaq Fələstin dövlətinin tanınması haqqında qərar vermiş ölkələrdir. Əslində burada da bir paralellik var sanki. Əslində mən düşünmürəm ki, bir-birini təksib eləyən mövqedir. Çünki bunlar Həması dövlət olaraq tanımayıblar, hələ Fələstini dövlət olaraq tanıyırlar və Fələstin muxtariyyəti də deyir ki, Qəzzada Həmasın hər hansı bir belə deyək, rəhbərliyi, idarəçiliyi və s. olmamalıdır. Yəni, prinsip etibarilə burada bir-biri ilə tərs mütənasiblik yoxdur, amma məsələ burasındadır ki, bu günləri Fələstinin dövlət olaraq tanıyan qüvvələr də Həmasa dərhal silahı yerə qoyulması ilə bağlı çağırışlar eləyirlərsə, Türkiyə Trumpın təqdim etdiyi planla bağlı ortaya girib vasitəçilik və sülhün əldə olunması üçün səylər göstərə biləcəyinin anonsunu verirsə, bununla bağlı rəsmi mövqe ortaya qoyursa, burada
İranın da bu və ya digər şəkildə istəyir Türkiyə vasitəsilə, istəyir Qətər və yaxud da digərləri vasitəsilə proseslərdə iştirak etmək niyyətini ortaya qoya bilər və müəyyən şərtlər əlavə oluna bilər. Yəni, misal üçün, Həmas silahı yerə qoyur, Həmas idarəçilikdən çəkilir. Təbii ki, İsrailin də qoşunlarını geri çəkməsi fonunda biz Həmasın qəbul eləyəcəyindən danışırıq. İsrail hər nə qədər bunu qəbul eləyib desə də, İsrailin birdən-birə Qəzza zolağından tamamilə çəkiləcəyi özü fantastik bir şey olacaq. Yəni, düşünmürəm ki, bu nə qədər real olacaq. Amma başqa şərtlər də İranın təkidi ilə Həmas başqa şərtlər də irəli sürə bilər. Yəni, misal üçün, İrana hücumların olmaması ilə bağlı danışıqların, orada da münaqişənin dinç yolla, danışıqlar yolu ilə tənzimlənməsinə dair. Yəni, o baxımdan deyirəm ki, bu məsələnin 3 gün ərzində həlli faktiki olaraq mümkünsüzdür. Əgər Amerika Birləşmiş Ştatları və Netanyahu hakimiyyəti 3 gündə təkid eləyəcəklərsə, bu o deməkdir ki, bu plan sadəcə Həması beynəlxalq hədəfə qoymaq üçün ortaya qoyulmuş plandır. Bütün məsuliyyət yükü İsrailin çiyinlərindən götürülüb, orada uşaq ölümü, qadın ölümü və s. hamısı İsrailin çiyinlərindən götürülüb, Həmasın üzərinə qoyulacaq. Amerika Birləşmiş Ştatları sülh istədi, Netanyahu sülh istədi, Körfəz ölkələri, Ərəb ölkələri sülh istədi. Həmas sülh istəmədi deyənə təhliyib, bütün beynəlxalq təzyiqi də onun üzərinə yıxmağı planlaşdıracaq. Rəşad bəy, təşəkkürümüzü bildiririk sizə. Minnətdaram, çox sağ olun. Donald Trumpın Qəzza planı ilə bağlı danışılır, müzakirə olunur.